Tofiq İsmailov adına 6 sayılı liseyin şagirdlərinin təqdimatında Zəfərimiz adlı tədbir. Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Rəşadətli ordumuz dərhal düşmənin təxribatlarına sərt cavab verib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Erməni ordusunun təxribatlarının qarşısını alarkən Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 9 hərbi qulluqçumuz şəhid olub. Azərbaycan, əsrlərlə uğrunda qanlar tökülən qədim diyar, savaş meydanına çevrilən ana torpaq, düşmən tapdağına baş əyməyən yaralı vətənim. Vüsalın necə şirinmiş sənin, qovuşmaq üçün cənnət Qarabağına necə mərdliklə səfərbər oldu igidlərin. Ey qəhrəmanlar yurdu Azərbaycan, mənim elim, mənim canım, mənim qanım, gözümdəki atəş, içimdəki məğrurluqsan. Yaşa Polad biləkli, dəmir yumruqlu ordunla, zəfərinlə qürurlan Azərbaycan. Sənə zəfər yaraşır. Dövlətimizin başçısı tərəfindən qəbul edilmiş fərmanla qərara alınmışdır. 2020-ci il 28 sentyabr saat 00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin. Zərbənin yetmişdir bu ellərə yolladır.
İleri. Burada sağ sol ileri. İleri anda ileri dayanma. Cəbrayıl rayonu işğaldan azad olundu. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allah'ım sen özün vətənimizi hər zülümdən, əzabdan qoru. Sən gərdə vuruşan o igidlərimizi himayə et. Şəhid balalarımızın ruhunu şad et. Şəhid ailələrinə, xalqıma səbir ver ilahi pərverdigaran. Qələbə üçün ordumuza güc, qüvvət ver ya Rəbbim, ya Rəsulallah. Gələcək üçün ölkəmizdən əmin-amanlığa əski etmə. Bağlarımız sülh içində böyüsün. Amin. Sənin də ruhun şad olsun bəy. Ana torpağın Cəbrayıl azaddır. Artıq nəvələrin baba yurtlarında sənin adını yaşadarlar.
ruhuna bax, əzəldən haqdır. Haqqı gücsüz bilib, gülmək günahdır. Gələcək cəzanı çəkməyin vaxtdır. Hesabı axırda kəsən millətən. Düzmə qabağıma çopur daşları, səsləsəm dikələrək dağ qardaşlarım. İstəsəm tarixin bir də başlaram, mən durğun həyatdan bezən millətəm. Çəkil torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanı üstümə qaldırdım yetər, dünyanın dərdinə dözən millətəm. Çəkil torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanı üstümə qaldırdım yetər, dünyanın dərdinə dözən millətəm. Bu dünyanın dərdinə dözən millətəm. Tarix bizə pay ayırıb, odlar yurdu gözəl vətən. Damarımda qanım coşur Azərbaycan kəlməsindən. Dairənin ölməz eşqi milyonların dodamında. Biz gedirik gələcəyə istiqlalın soramında. Yağı düşmən tarix boyu tor qurubdur millətimə. Əl atıbdır, göz dikibdir göydən gələn qüdrətimə. Min illərlə yanan ocaq hər rüzgara sönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Ağdam işğaldan azad olundu. Sen Qarabağın nuru görürsən, sen obrağımın gülənisən. Sen Qarabağın nuru görürsən, sen obrağımın gülənisən. Ana vətənim, ağdamım mənim. Ana vətənim, ağdamım mənim. Yaradır her alın kızım, yanıp parlayır yerde yıldızım. Gurur yaradır her alın kızım, yanıp parlayır yerde yıldızım. Ana vətənim, ağdamım benim. Ana vətənim, ağdamım benim. Ana vətənim, ağdamım benim. Ana vətənim, ağdamım benim. Gösterir senin gayretin, dillerde gezir şanın şöhretin. Hüner gösterir senin gayretin. Ana vətənim,
vatanım, aldamım benim. Ana vatanım, aldamım benim. Her an seherin zafer soranın, gelir günlerin kızıl bayramın. Her an seherin zafer soranın, gelir günlerin kızıl bayraklı. Ana vatanım, aldamım benim. Ana vatanım, aldamım benim. Ana vatanım, aldamım benim. Ana vatanım, aldamım benim. Xocalım, qanayan yaran, bitməz dərdim. Bu necə bir əzabdır ki, illər sağaltmadı ürəyimdəki ağrını, zaman soyutmadı içimdəki qisas hissini. Unutmadıq, unutmayacağıq. Axı necə unutmaq olar o anaların qucağındakı cansız körpələri ilə ahını, naləsini. Xocalım, bugün haqq günüdür. Bugün bu həsrət əbədi sonlanacaq. Sənin acın isə köksümüzdə əbədiyyətə qədər qalacaq. Gözümüz aydın vətən, Qarabağ azadlı vətən, Qarabağ azadlı vətən. Qarabağ azad oldu, düşmən məğlub oldu. Qarabağ azad oldu, düşmən məğlub oldu. Qələbə bizim oldu, gözümüz aydın vətən. Qələbə bizim oldu, gözümüz aydın vətən. Gözümüz aydın vətən, Qarabağ azadlı vətən. Gözümüz aydın vətən, Qarabağ azadlı vətən. Natavan sevin artıq, İsa bulağı axar oldu milletimin dərdinə. Ordumuz dərman oldu. Natavan sevin artıq, İsa bulağı axar oldu milletimin dərdinə. Ordumuz dərman oldu. Qarabağ azad oldu, azad oldu, azad oldu, azad oldu. Gözümüz aydın vətən, Qarabağ azadlı vətən. 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 Vətənim nələr çəkdi, bu dərd illər çəkdi. Vətənim nələr çəkdi, bu dərd illər çəkdi. Ordumuz düşmənlərə əbədi bir dal çəkdi. Ordumuz düşmənlərə əbədi bir dal çəkdi. Gözümüz aydın vətən, Qarabağ azadlı vətən. Gözümüz aydın vətən, Qarabağ azadlı vətən. Torpaqdan pay olmadı, sınıq könüllər sağaldı, ümidlər qırılmadı. Qarabağ azadlı vətən. Torpaqdan pay olmadı, sınıq könüllər sağaldı, ümidlər qırılmadı. Qarabağ azadlı vətən. Gözümüz aydın vətən, aydın vətən, aydın vətən, aydın vətən. Gözümüz aydın vətən, Qarabağ azadlı vətən. Gözümüz aydın vətən, Qarabağ azadlı vətən. Gözümüz aydın vətən, Qarabağ
başında bir gözəl varmış. Başında ağ örpəyi, sonsuz təravəti varmış. Tükənməz xəzinəsi varmış, pak havası, şəfalı bulaqları, ecazkar təbiəti kimi. Neçə-neçə övladı varmış dünyada parlayan. Qələmi qızıldan olan Xurşudbanu Natəvan, yaradıcılığı ilə hər dövrdə almaz tək işıq saçan dahi Üzeyir, səsi ilə muğamı könüllərə, mirvari tək düzən ölməz xan kimi və daha neçə-neçə ləl-cəvahirat olan övladları. Bax, budur səltənət, budur irs. Bir də əsrlər boyunca üzərində saysız-hesabsız gözlər varmış fürsət qovalayan. Başı bəlalı, vətən haraylı, büllur saraylı Şuşa. Yanan qəlbimin əlacı, Qarabağın tacı Şuşa. Biraz gecikdik, amma gəldik. Sarıl üç rəngli bayrağına, daha da gözəlləş. Ey gözəllər gözəli, sevdamın əzəli Şuşa. Biz gəldik. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı, yaşıl dumanlı. Derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bari gül. Ay kız bu ne aşk kız, ölerim derdinden onu bil. Danışmasan da bari gül. Şuşada akşamlar yanar ulduzlar, onlardan güzeldir gelinler kızlar. Yol üstte dayanıp yarını gözler, yol üstte dayanıp yarını gözler. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bari gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bari gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bari gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bari gül. Aman Şuşa şəhəri işğaldan azad olundu. Qalx ayağa, qoca tarix. Qalx ayağa, qarı düşmən. Min illərin o başından bu dünyanın türkü gəlir. Füzuli rayonu işğaldan azad olundu. Əllərində qılınc qalxan, dodağında türkü gəlir. Zəngilan rayonu işğaldan azad olundu. Ayağında dəmir sarıq, çiynində boz kürkü gəlir. Qubadlı rayonu işğaldan azad olundu.
Qalx ayağa haqsız dünya, gözün haqqı görsün bir də. Bu zəfərin izi vardı, sən gördüyün min illərdə. Kəlbəcər rayonu işğaldan azad olundu. Gün batandan gün doğana, tapır gedən atlar, gümbür gələn aylar, yadında mı qoca tarix? Laçın şəhəri işğaldan azad olundu. Tanıdın mı qoca tarix? Sənin hər səhifənə qırmızı hərflərlə müjdələr yazan türkü. Xankəndi işğaldan azad olundu. Bayrağının eşqinə, yağıya qan utduran, səhvləri pozan türkü. Xocavənd rayonu işğaldan azad olundu. Qovğalarda qalib olan, dinclikdə ozan türkü. Ağdərə rayonu işğaldan azad olundu. Nəyə baxırsan dostum? Şəhid general-mayor Polad Həşimov. Bu şəkil döyüşə gələndə özümlə götürdüyüm ilk şey idi. Əziz komandirim, bir hərbi qulluqçunun necə olması lazım olduğunu, əskərləri ilə necə davranması gərəkdiyinin bir nümunəsi idi. Özün də bilirsən ki, o ancaq hərb tarixindəki əməkləri ilə yox, insani keyfiyyətləri və sadəliyi ilə də çox seçilirdi. Şükür ki, Prezidentimiz Ali Başkomandan İlham Əliyev və ordumuz sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı. De görüm dostum, sən də könüllü qatılmışdın? Əlbəttə ki dostum, mən də bir çoxları kimi könüllü qatılmışdım. Hələ iyul hadisələrində hərbi komissarlığın çıxardığı savaş əmrində məni də aparmaları üçün müraciət etmişdim. Yəni, elə məni də. Səngərdə şəhid olan ilk generalımız Polad Həşimov. Bura gətirən səbəblərdən biri idi. Ruhun şad olsun, cənab general. Uğrunda can verdiyin torpaqlar indi işğaldan azaddır. Qisasın alınmışdır. Polad Həşimov, milli qəhrəmanımız öz canını vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Onun qanı yerdə qalmamalı idi və qalmadı. Onun qisasını biz aldıq və döyüş meydanında aldıq və Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin baxasına olursa olsun biz torpaqlarımızı azad etməliyik. Onu mənə xatırladır bu torpağın hər qarşı. Onun adı şəhiddir, mənim adım şəhid qızı. Əsla ölmək şəhidlər deyərdi mənim atam. Bəs indi hardasan, ey mənim şəhid atam? Atam hanı, fəryadıma niyə etdim, cavab vermir. Sağlanda gülümsəyən o şəklində niyə sənin səsin gəlmir? İndi göydən yağış kimi yağ vətənə, o ucalan bayrağına sarılata. Nail oldu sənin ordun, onu sansın Qarabağa. Layıq idin sən də ata, bu
bu zəfəri bizimlə birgə yaşamağa əminəm ki, uca Tanrı göndərib düzluğunu xalqınla qeyd etməyə, yanımda hiss etməyə. Azad olduğu torpağın bütün dünya bunu oldu, şahid atam. Ruhun sevinsin indi, ey mənim şəhid atam. İndi də çox gözəldir. Dam daramdam ritminin möhtəşəm sədaları. Kəlbəcərdə, Laçında, Ağdərədə, Şuşada bizimdir nidaları. Şəhidlər də, zəfər də, bu sevinç də, kədər də bizimkidir ana yurd. Biz kədərlə sevinci həmişə qoşa gördük. Əziz günümüzdə də verib baş-başa gördük. Sınmadıq, əyilmədik. Çox şükür bu günü də gördük. Ey vətən, gördük. Tanrı dağdan əsən yel, min illərdir yol gəlir. Sevinç vuran elləri birləşdirən qol gəlir. Tənri göy Tanrıdan, səmiri nuhdan gəlir. Kopub könüldən cana, coşaraq ruhdan gəlir. Tənri göy Tanrıdan, səmiri nuhdan gəlir. Kopub könüldən cana, coşaraq ruhdan gəlir. Boyunuz boyunur, əroğlu soyunur. Yol zəfər yoludur, sən gəzur. Boyunuz boyunur, əroğlu soyunur. Yol zəfər yoludur, sən gəzur. Sinə də bir vuran, ürəkdən qandan gəlir. Can da ruh da candan, əhdə vəfadan gəlir.
sevdadan eşkine, ay yolduzu parlayan Azerbaycan eşkine. Çık yoluna karşına, üfüqdən eşkine, ay yolduzu parlayan Azerbaycan eşkine. Soyulur, soyulur, er oğlu er soyulur, yolu zafer yoludur, sen yazılır. Soyulur, soyulur, er oğlu er soyulur, yolu zafer yoludur, sen yazılır. Böyle bir tədbir mərasimi gəlmək üçün Ticarət Mərkəzinin rəhbərliyinə, 6 saylı təhsil müəssisəsinin rəhbəri Gülşən xanıma, Sevda xanıma dərin təşəkkürümüzü bildiririk. Həqiqətən de bugün qürurlu, sevincli gördük. Bir fikir verin körpələrimizin gözlərini. Həqiqətən de biz azad və suveren xalqıq. 30 illik həsrətə son qoymaq üçün 44 gün ərzində biz Cənab Ali Başkomandanın ətrafında necə təminliyin altında bir olmuşsa, bundan sonra da bir olan Allah şəhidlərimizə rəhmət eləsin, Allah xalqımıza heç vaxt elə bir avrazı yaşatmasın. Bu bayram tək əlində hər bir forma giyinənlərin yox. Bu bayram bütün xalqımızın bayramıdır. Bu bayramı ərsəyə gəlmək üçün hər bir şəxsin eləməlidir. Bayramımızı bir daha təbrik edir. Mən Eyvaz Atayevin Orzoğlu, İstər Akıllara mənsubuyam. Başqa şəhid ailələri olmaqla qazilərimiz və Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. İnşallah bayramımız, qələbəmiz əbəd olur. Dostlarımızın sözlərinə qoşuluram mən də bütün təbriklərə. Döyüşdə biz olsaq da qələbə hamımızındır, zəfər hamımızındır, hamımızı təbrik edirəm. Mən də hər kəs salamlayıram öz növbəmdə və Azərbaycan xalqını təbrik edirəm, zəfərin mübarək olsun. Tarixi oxuya bilməsək də, yəni tarix yazan igidlərimiz oldu. Sadəcə onu bilirəm ki, nəyə kimi tarixdə həmişə Azərbaycan ərazisini itirə gəlib. Bu 44 gündə ərazisini bərpa elədi. Başda Ali Başkomandan olmaqla bütün Azərbaycan ordusunu, Azərbaycan xalqını təbrik edirəm. Salamlayıram hər kəsi. Başda 6 saylı məktəbin direktoru Gülşən xanım olmaqla, İdeal Sülh Cəmiyyətinin sədri Sevda xanım olmaqla
hamınızı dərin minnətdarlığımı bildirirəm. Mən də bütün təbriklərə qoşulub xalqımızı canı könüldən təbrik edirəm. İnşallah sülhümüz, qazandığımız nailiyyət davamlı olsun. Bundan sonra heç bir kəs nə şəhid atası, nə şəhid anası olsun. Və mən bir şey də demək istəyirəm ki, bizlə bu qələbə bizim hamımızın bayramıdır. Ən əsasda orduya könüllü məktub yazan körpələrin bayramıdır. Sağ olun. Qarabağ, Azərbaycan!